Əgər sözün sonu q ilə bitir, sait gələrsə, onda q, ğ kimi olacaq. Məsələn, verir darağı. Fikir verin, sait gəldi. Onda yazılışda elə darağı oldu. Yazılışda da, deyilişdə də eyni olacaq. Darağı. Əgər saitlə gələn söz gələndə, şəkilçi gələndə birbaşa yazılışda keçir. Yox, saitlə gələn söz gələndə isə, məsələn, yazaq ki, bulaq axır. Sözün sonu q ilə bitdi, özündən sonra sait gəldi. Saitlə gələn söz gəldiyinə görə burada artıq tələffüzdə keçəcək. Bulaq axır. Və belə sözlər Azərbaycan mənşəli söz olur. Əgər sözün sonu q ilə bitdi, əgər o q kimi və yaxud da x kimi olmadısa, onda o kışdirik kimi oldusa, demək bunlar alınma sözləri olur. Alınma sözlər. Məsələn, verir mənə üfüq. Üfüq. Sözün sonu q ilə bitdi. Üfüq, üfüq olmur axı. Heç nə gəlməyəndə x olmalıydı milli sözlərdə. Üfüq, üfüq olmur. Olur üfüq. Kışdirik. Demək bu alınma sözdür. Sait də gələndə q olduğu kimi qalır. Üfüqü olduğu kimi qaldı. Üfüq, şəfəq, eşq, vərəq belə sözlər alınma sözlərdir. Bu qədər asandır.